Və aleykum assalam və bərəkatuhu. Bir sualım olacaq. Yeniyetmə oğlan uşağı bütün vaxtını demək olar ki, kompüter oyunlarına və filmlərə sərf edir. Bu, ananı çox məyus edir. Atasına bu barədə deyəndə ata günahı zövcəsində görür və deyir ki, sən onu çəkindir, faydalı işlərə məşğul et. Sualım budur ki, uşağın tərbiyəsində məsuliyyət yalnız ananın üzərinə düşür. Üzərinə mi düşür? Övladının vaxtını boş yerə keçirdiyini bilən ataya məsləhətiniz nə olardı? Ümumiyyətlə, övlad tərbiyəsi sırf ananın üzərinə düşmür. Ümumi nəzər alsaq ki, yəni ata hər səhər tezdən işə gedir və axşam qayıdır və evdə adətən ana uşaqlarla qalır və bu baxımdan məsuliyyətin çox hissəsi, yəni uşaq tərbiyəsində məsuliyyətin çox hissəsi ananın üzərinə düşür. Ancaq ana da artıq müəyyən mərhələdə bacarmayanda və uşağın atasına bildirməlidir və uşağın atası artıq növbəti mərhələ ilə məşğul olmalıdır. Misal üçün, nəyisə qadağan etmək, nədənsə çəkindirmək. Çünki ana bunu uşağını eləsə, oğlan məsəl üçün anaya qarşı cavab qaytara bilər, məsələn, fiziki cəhətdən güc göstərə bilər, qoymaz istədiyini, məsələn, desə ki, ver, kompüter alıram sənin oynamaq və s. Uşaq verməz, eləməz, biraz mübahisə yaranır və s. Amma bu zaman artıq atanın məsuliyyəti ortaya düşməlidir. Artıq bu baxımdan ata bu sorumluluğu üzərinə götürməlidir. Yəni, ana nəyi bacarırsa edir və bacarmayan hissəsində ata yerinə yetirməlidir. Ona görə o ata ki, bu məsələdə biləndə ki, onun uşaqların anası artıq gücü çatmır və o yenə də onun üzərinə bu məsuliyyəti göndərsə, bu xata eləyir. Çünki o uşaq nə qədər gəncdir, yeniyetmədir, 13-14 yaşı var və orada ana bacarmasa da ata o həddə o ilə bacara bilər və bacarmalıdır da. Yəni, müəyyən qadağanlarla, müəyyən işlərdən onu məhrum eləməklə ata bacarır. Amma bugün ata bu məsələdə ona məsuliyyətsiz eləsə və yenə də sorumluluğu ananın üzərinə alsa, bu artıq həmən o yeniyetmə oğlanda, belə deyim, biraz da azğınlığı artıracaq. O baxımdan ki, deyəcək ki, əşi, onsa atam heç nə demir, atam yenə anama deyəcək, anam da mən heç nə eləyə bilməyəcək və bu daha da şiddətli formada davam edir. O görə bu cür atalara tövsiyəmiz odur ki, yəni vaxtında istər qız olsun, istər oğlan uşaqlar olsun, övladların tərbiyəsində ciddi dayansınlar. Çünki uşaq böyüdükcə artıq ona təsir etmə məsələsi də azalır. Yəni, uşaq böyüdükcə valideyn ona təsiri də azalır. Çünki artıq gənc olur, yeniyetmə olur, artıq bir çox məsələlərdə özü qərar verə bilir, sərbəstlik özündə formalaşdıra bilir. Ona görə ata gərək səhlənkarlıq eləməsin. Bu məsələdə ana ilə birləşsin və uşağın təlim, tərbiyəsi məsələsində, yenə deyirəm, istər qız olsun, istər oğlan olsun, müştərək olmalıdırlar. Yəni, boynundan çəkib qırağa atmalı deyil. Yoxsa günü fəsad daha da artanda onun heç bir haqqı olmayacaq ki, anasına desin ki, mən işləyədim, bunu sən eləmişsən, sənin verdiyin tərbiyə budur, bunu sən eləmişsən, belə demək ixtiyar yoxdur. Çünki vaxtında ana bildirir və ata da yenə də səhlənkarlıq göstərirsə və sonradan isə bunun aqibətini də, zərərini də ata məsuliyyətini daşıyacaqdır. Ona görə səhlənkarlığı eləməyin, uşaq tərbiyəsində ciddi olun. Çünki uşağa nə qədər böyüyənə qədər, həddi buluğa çatana qədər, ondan sonra insud həddinə çatana qədər, əskəri yaşına qədər çatana qədər, yəni 18 yaşına çatana qədər nə qədər təlim, tərbiyəsi düzgün, dəqiq, yaxşı olarsa, ondan sonra da daha da yaxşıya doğru gedər. Ona görə o atalar bu məsələdə məsuliyyətsizlik etməsinlər.